Sədanın xüsusi buraxılışı efirdədir, xoş gördük. Bugün aprelin 5-idir və nəhayət çoxdan gözlənilən vaxt yetişdi. Uzun müddətli Lider televiziyasında çox fərqli teleməkanda böyük əks-sədaya səbəb olacaq şou üzərində gərgin iş gedirdi. Və nəticə. 30 nəfərdən ibarət komanda gecə-gündüz durmadan çalışaraq maraqlı proqram əlsiyə gətirdi. Şübhə etmirik ki, fərqli dekor, məşhur və eyni zamanda xüsusi bacarığı olan qonaqlar, gözlənilməz sürprizlərlə dolu olacaq veriliş, həm də ölkə şou biznesinin gündəmini zəbt edəcək və əminik ki, bu proqram yaşından, cinsindən, peşəsindən asılı olmayaraq hər bir tamaşaçını ekran qarşısında saxlamağı bacaracaq. Beləliklə, hazır olun, Şou Rəhimli efirdədir. Ay cəmaət, nəyə baxırsınız? Əsl şou cavan olan hələ qabaqdadır. Şou Rəhimli. Hanımlar və cənablar, hamınızı xoş gördük. hamı bizdən soruşurdu, Rəhim Rəhimli hardadır? Efirdə niyə yoxdur? Rəhim Rəhimli niyə aparıcılıq eləmir? Biz bilirdik və hamıya da deyirdik ki, Rəhim Rəhimli öz komandası ilə möhtəşəm bir şou hazırlayır. Həm də deyirdi ki, siz bir gün onu görəcəksiniz. O gün bugündür. Hazırsınız? O zaman qarşılayın Rəhim Rəhimli. Mənim qəlbim yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbim yox, başqa heç kimi sevə bilmərəm. Sən elə bilirsən, mənim qəlbim yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbim yox, başqa heç kimi sevə bilmərəm.
oturmursan göz yaşları içinde. Vaktiyle hədemək əvəzinə dostuma naz etdin, inkar etdin, sevgiyə sürgün etdin, məhv etdin, bu dəli duyğuları zəbt edib tərk etdin. Tək, tək, tək bətək bizi bürüyüb gözələr rəngbərəng, dəriləri şəkidən gəlmə ipək, hələ bir-birindən gözəl hürmələk. Dərk, dərk, dərk elə, sənə bugün acıq verir o bilə-bilə, ürətən sevmir çıxıb o tətilə, nə qərəfdir sənə oxuyur o gülə-gülə. Sən elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm. Sən elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm. Sən kimi zənglər, bir bilsən yanımızda vardır kimlər, ətirli güllər, şıx bülbüllər, necə də bizə yaraşır belə xoş günlər. Sən isə dostum üzülmə bəsdir, buna həvəsdir ki ümidimi kəsdir, girdi gəzdi qəlbindəkini əzdir, elə bil ki güllə kimi yanımızdan əsdir. Tək, tək, tək bətək bizi bürüyüb gözələr rəngbərəng, dəriləri şəkidən gəlmə ipək, hələ bir-birindən gözəl hürmələk. Dərk, dərk, dərk elə, sənə bugün acıq verir o bilə-bilə, ürətən sevmir çıxıb o tətilə, nə qərəfdir sənə oxuyur o gülə-gülə. Sən elə bilirsən. Elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm. Sən elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm mən. Elə bilirsən, mənim qəlbimi yox, başqa heç kimi sevə bilmərəm. Naz atı, forsatı saydırmaz.
Hoş gelip sefalar getirmişsiniz dostlar. Hoş gelip sefalar getirmişsiniz. Bizim jingle'ımızı eşitmek istiyorsunuz. Jingle gelsin, Ad Gloria'dan. Teşekkürler Nara, teşekkürler Ad Gloria. Dostlar, hoş gelip sefalar getirmişsiniz. Bu arada maşallah stüdyamız doludur. Stüdyamızda isti havamız var dostlar. Bəli, uzun fasileden sonra çok geçmir ki sentyabr ayında başlayacaktım. Tap dostuma başlayacaktım ama el oldu ki niye de Rəhman aparmasın, niye de dostum aparmasın. Ve dedim ki başka bir layihəyə gəlim görüşünüze. Elə yarışma programı, oxu dostum, oyna dostum, bilmem ne dostum, ne dostum. Elə isə qərara gəldim ki elə tap dostum, elə qərara gəldim ki elə bir Şov Rəhimli ile görüşünüze gəldim. Tam Şov Rəhimli, Şov Rəhimli. Dostlar bakın, Şov Rəhimli tam 12 yıl, 13 yıl bundan önce, 12 yıl, 13 yıl bundan önce tam Şov Rəhimli tamaşaçılarla görüşmüştü. Ama dost bir kanalda, özel bir kanalda. Çok geçmir ki bizim kanalımızda, Sevimli Leader'da da görüşünüze gelen dostlar. Bu arada da programımızda rəqslər, programımızda şov olacak. Vallahi birbirinden güzel kızlar, birbirinden güzel maraklı konaklar. Bugün de konaklarım var. Çok uzun danışmak istemiyorum. Gelin konaklarımızı təqdim ediyor dostlar. Gelirler. Novruz, Murat, Solmaz, Elçin, Sabir, Rəqsanə, Rəhman, Zaur ve Lamiyə. Can, hoş gelip sefalar Təbrik getirmişsiniz. Hoş gelip sefalar getirmişsiniz. Hədiyələrimizi almırsınız. Zaur sen niye akıllı gelirsen ki? Böyük adamsan. Vay. Gel, hoş gelmişsin dostum. Rəhim hədiyələri də. Vay dostlarım hediyelerden geliblər. Bəli, Falçılar Vay, mənə vay, dedilər ki, Rəhimə göz dəyə bilər. Ona görə sənə bu göz mıncıqlarını gətirmişik. Göz mıncıqları. İcazə verin dostlar, Novruz ortaklarda geçme dostum. Nəsə sənə xüsusi Bəh, bəh. Şov Rəhimli. Şov Rəhimli hədiyəsi qutusuyla. İçindəkilere bakın. Rəqsanə xanımdır ve gecin tamaşaçılarımız da görsün. Mən demək istərdim tamaşaçılarımıza ki, hamı sənin çox gözəl şovmen, Aha. çox gözəl bəstəkar Aha. və çox gözəl aparıcı olduğunu və hətta müğənni olduğunu Təşəkkürlər hamı dostlar. bələddir. Amma Təşəkkürlər, bir amma- amma var. Aha. Sənin çox gözəl dost olduğunu mən buna hamıya bəyan etmək istəyirəm. Və sənə məxsusi belə bir medal Medal verəcəm. hazırlamışsınız. Oy 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 oy. Rəm. Bu neçə qat medal olur? Neçə qat? Adətən olur ha, 5 qat, 10 qat. Çox qat medaldır. Qızıl medaldır. Qızıl medal. Teşekkürler. Dostum, bu nedir? Bu mənim verilişimlə bağlıdır. Aha. Verilişimin adıyla, istidirlə bağlıdır. Aha. Və nəzərə alsaq ki, qarşıdan yay gəlir. Aha. Yayda Temperatur çox ne bu? lazım olacaq bu. Temperatur Yo falan yo yo yo, estağfurullah. Rəhim bəlkə açaq. Aç. Tamaşaçılar da desin, aç baxa görək. Hədiyəmiz nədir? Parçalama Novruz. Aha. Aha. Elə Aa, çok istidir. Çok, ay ay. Ha, çok istidir dostum, Rəhim. valla. bu hamıya bəs edər. Çok istidir, valla. Rəhim mənim Gözəl hədiyədir. bilirəm ki, sənin həmişə belə gözəl qonaqların olur və Aha. qonaqların belə çox olur və yer tapmağa, oturmağa yer tapmırlar. Ona görə də xüsusi bir stul gətirmişəm ki, lazım olan adam orada otursun. Ama mən elə gəlir, bugün bu stulda sen özün oturacaksan. Ola bilər. Birazdan Solmaz hər ne şey ola getirmişsən bilər. mənim üçün? Mən bilirəm ki, sən açki taxmağı... Eynək sevirəm, doğrudur. Eynək taxmağı çox sevirəm. Doğrudur. Zəif bəndin, Aha, xüsusi brendi, aha, simvolu aha. və heç kim səndən qabaq bunu məndən başqa Taxmayıb. təbii ki, taxmayıb. Aha. Və Səndən sonra bunu mən həmişə taxacağam. Bunu sən taxacaqsan. Və Və ən güclü ben bənd olacaqsan. olacağım. Geçen. Lamia, ne getirmişsin hayatım? Neye gülürsünüz? Eli boş gelmişsin. Zabir hədiyəsini verdi. Zabir hediyesini verdi. Zabir hediyesi bundan artık ne olacak? Zaur hədiyəsini verdi. Yox. Ya verdi. Göz Sağ ol. mıncığı. Bir mən verməmişəm Aha. hədiyəni, onu da mən Kim? siz. Ha, sen ne hediye getirmişsin? Qoy hamı Bu hədiyəsini əslində versin, sonda mən verilişimlə danışacağım. bağlı deyil. Aha. Bu hədiyəni sən açın özün göstərin. Aç göster.
Bu fildir. Filin ümumiyyətlə belə bir deyim var da, deyirlər filin xortumu yuxarı baxanda bu xoşbəxtliyi gətirir. Uğur gətirir. Bu inşallah sənin verilişə və sən yaradıcılığa uğur gətirər. Qəşəng dostlar. Hədiyələrə görə təşəkkürlər. Amma indi reklamlardan sonra təkrar bərabərlik. Şou Rəhimlidəsiniz. Reklamlar. Şou Rəhimlidə Lider TV'nin aparıcıları haqqında bilmədiyiniz hansı faktları eşidəcəksiniz? Hansı xanım aparıcı Şou Rəhimlidə həmkarına şeir ithaf etdi? Bir vaxtlar boksla məşğul olan cazibədar aparıcı kimdir? Dəqiqələr sonra Şou Rəhimlidə. Teşekkürler Gerşagil, teşekkürler. Teşekkürler. Ad Gloria. Dostlar, hoş gelip sefalar getirmişsiniz. Benim hediyem kaldı. Senin hediyen kaldı. Bəli. Gelin programda verersen. Vallahi. Aha, benim şansım var gelen programda Vallahi iştirak neyim eləməyə. hayatım bak. Dostum. Belki gelsin hediye stüdyoya. Stüdyoya yok, birazdan. Birazdan. Birazdan, yaxşı. Daha sonra. Qoy insanlara da belə maraq olsun ki, görəsən bunun hədiyəsi nədir Lamiyanın ki, səhərdən gəlib çıxa bilmir, Dostlar, mənə yaxın olan Zabirdir, elə deyilmi? Zabir. Mən hər birinizi güllə barabana tutmaq istəyirəm. Deyin niyə? Deyin niyə? Niyə? Çünki elə sizin proqramımıza qonaq gələndə güllə barabana tutan bizə elə sizlər olursunuz. Hər birinizin proqramda demək olar ki, olmuşam. Bir də Sədadan başqa, Rəqsənə xanımın proqramından başqa qonaq gəlməmişəm. Amma inşallah bir də görsən qələbə xəbəri ilə falan bir məkanda, festivaldan zaten qaydanda inşallah sizdə də qonaq ola bilərik Rəqsənə xanım, elə deyilmi? Çox səbirsizliklə o günü gözləyirik. Valla, ola bilərik. Amma hədiyəmi gecikən Lamiyə xanımdır. Lamiyə sual vermək istəyirəm. Lamiyə. Bax, konservatoriyada biz səninlə birgə oxumuşuq, elə deyilmi? Hər kəsin xəbəri olsun. Konservatoriya illərində mənim bugünə kimi dostluq etdiyim yeganə bir kolleqamı deyim, ya dostum mu deyim, yoldaşım Lamiyə xanımdır. Biz Lamiyə xanım Ələkbərova ilə konservatoriyada... Bəli. Xor dirijorluqda elə deyilmi? Xor dirijorluqda oxumuşduq biz. Bax, konservatoriyada sən musiqi təhsili aldın. Amma davam etdirdin televiziyada. Yox, bir məsələ var da. Mən eləcə də İncəsənət Universitetində oxuyurdum. Rejissorluq fakültəsində bilirsən ki, telerejissorluq. Və oranı da bitirmişdim. Yəni mənim həm musiqi savadım var, konservatoriya bitirmişəm səninlə birgə. Həm də rejissorluq bitirmişəm. Yəni televiziyada bir balaca yerim var məncə. Aydındır. Bax, sən çox təhlükəli adamıymış, sən xəbərin olsun. Dostlar, sizin də xəbəriniz olsun. Çox təhlükəli adamıymış. Mən də tanımamışam bunca illər. Baxın, müsahibələrin birində demişsən ki, kinliyə sadəcə bildiyim ürəyimdədir. Mən öküz ilindənəm. Öküzlər isə sona qədər tapdalayır. Öküzü əsəbləşdirəndə adamı divara çırpır, tapdalayır. Yəni sona qədər gedir. Düzdür. Yəni belə bir insansan sən. Yox, belə bir insan deyiləm. Ürəyim yumuşaq insanım. Amma ki, çox biraz sakit, çox biraz düşünürəm. Mənə qarşı kimsə nəsə eləyəndə bir balaca susuram. Biraz başa salmaq istəyirəm ki, yox, elə deyil. Gəl belə eləməyək, gəl belə olmasın. Deyirəm. Sonra düzünü deyil, kimisə divara çırpmışsan, kimisə tapdalamısan, yoxsa yox. Tapdalamışam. Nə danışırsan? Tapdalamısan da. Oha!
Oha. Valla. Zabirlə neçə illərdir dostsuz? 47 kiloyum, mən tapdalasam nə olacaq? Nə olacaq? Hə. Zabirlə neçə ilin dostusuz? Tək ayrıyım, tək mən tapdalıyım. Tək sən tapdalayasan. Vallahi. Sən onda yaxşı dostsan. Zabirlə neçə ildir? Zabirlə 8 ildir dostluq. 8 ildir dostsan. Süper kimdir? Səsin gəlir orada. Gəlmir daha doğrusu. Səsin gəlmir. Süper kimdir verilişin reytingi necədir Novruz? Əladır, yaxşıdır. Nə danışırsan? Allah da. Amma müsahibəndə demirsən ki, bir çox reytingli verilişlər demək olar ki, aldadıcı və cahil insanların marağına səbəb olan verilişlərdir. Bilirsən Rəhim onu nəyə görə Bu nətər olur? Özün deyirsən ki, mən deyim də. De. Deməli, baxırsan efirə, hansı ki o verilişlər, yəni tamaşaçı kimi məni qane eləmir. Yəni o verilişdə mən heç nə öyrənə bilmirəm. Yalnız qalmaqal, intriqa və oyunlar var, hansı ki televiziya arxasında. Bu verilişlərin reyting verməsi məni əsəbləşdirdi və mən belə müsahibə verməyə məcbur oldum. Sənin öz verilişin də reytinglidir axı. Bravo! Sənin öz verilişin də deyirsən ki, reytinglidir. Məndə verilişim reytinglidir, amma deməyəcəm nə qədərdir reytingi. İstər-istəməz mənim verilişimdə ən azından tamaşaçılarımız superləri görə bilir. Əsası odur ki, özümüz reytingli olaq. Bəli, sən studiyaya axırıncı dəfə nə vaxt mahnı oxudun? Valla, nə vaxt oxudun axırıncı dəfə mahnı? Axırıncı dəfə sənin verilişində oxumuşdu. Daha doğrusu, Tap dostumda oxuduq da, Danla ilə bir yerdə. Danla ilə birlikdə. Ondan sonra oxumamısan, yeni mahnı yazdırmamısan. Yox. Valla. Yazırsan ki, oxuyum. Yazın mahnı. Mənə bir mahnı yaz, oxuyum, nə olur? Sənə mahnı yazım, oxuyasan. Yazaram dostum, yazaram. Bu arada, ekstrasenslıq eləyirsən özün, doğrudan, məndən soruşurlar. Valla, adamın biri 100 manatdan. Mən baxıram, baxır necə. Mənim dostlarım bilir mən necə baxıram. Necə baxırsan? Sonra qulağa deyərəm. Hara baxırsan? Klas. Dostlar, Rəhman da buradadır. Rəhman Tap dostumun aparıcısıdır, bilirsiniz. Burada bəzi acıqları olan dostlarımız da... Bundan sonra başlayır, çünki reyting məsələsinə gəldikdə, Şou Rəhimli başladısa, biz bir balaca da güclü işləməliyik ki, siz reytingdə bizi vurub keçməyəsiniz. Yox, estağfurullah, elə bir şey olmayacaq, kömək edəcəm sizə. Bax, sarışın, göygöz xanımlardan xoşum gəlir demişsən. Əlbəttə, belə bir şey var. Belə bir şey var. Baxmayaraq ki, bu standartlara cavab verən xanım hələ ki qarşıma çıxmayıb, amma bu bir istəkdir, bu daxildən gələn səsdir. Görüşdüyün indi xanım var mı? Əlbəttə. Sarışındır mı? Xeyr, təəssüflər olsun ki, mən dedim bunu artıq. Göygöz də deyil. Sən standartlaşdırma idarəsinə müraciət elə. Aydındır. Rəhman 7 il skripka dərslərinə gedib. Əlbəttə, bu barədə də sizə məlumat veriblər? Bəli. Mahnı da ifa edə bilirsən sən. Əlbəttə, bacaram, bilmirəm, burada alət var, yoxsa yoxdur. Səhv eləmirəmsə olmalıdır, bunu Skripka studio. Nə olmalıdır? 5, bu da skripka. Skripka, gətir skripkanı. Valla, gətir skripkanı. Təşəkkürlər Gerşah. Amma burada bir məsələ var, mən axırıncı dəfə 2000-ci ildə bu skripka ilə məşğul olmuşam, ondan sonra qoymuşum, qalmışdı evdə bir tərəfdə. Sadəcə proqrama gələndə düşündüm ki, sənin mahnılarından birini qısa burada ifa edək. Təbii ki, tək yox da, sənlə bir yerdə. Sən də bir yerdə ifa edəcəksən. Mən ifa eləyəcəm. Özün oxuyacaqsın. Sən çalacaqsın. Hə, davay, getdik. Bəstəkar var, dirijor var, skripaç var, hər şey var. Getdik. Amma tamaşaçılar üzrlü hesab eləsin, hərdən xarici notlar olsa. Problem deyil. İndi biz də oynamalıyıq. Hansı mahnıdır o? Ağlayır, ağlayır, sızlayır, göz yaşı yanımda yalandı çaylar. Fəsillər, fəsillerinlə düz çal bala. Mən səni bir daha görməyəcəyəm. Vay, 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 vay. Bravo. Rəhman yaxşıdır ki, skripka çalan olmayıb, yaxşı da barıcı olub. Keç yerinə. Hələ belə olmamışdı. Keç yerinə, keç yerinə. Yaxşı da barıcıdır. Dostlar, Zaura suallarım da olacaq. Özdə bilirsən necə suallar, Murada da olacaq. Amma bugünkü proqramımızda dostlar, mənim duet ortaqlarım da gəliblər. Bilmirəm kimlərdir. İndi görəcəyik dostlar, kimdir? Yenə bahar gəlibdi, bu gənc qəlbimə atılmışkən oxun, vurub sinəmə. Yenə bahar gəlibdi, bu gənc qəlbimə atılmışkən
perişan Yine her gece gündüz ruhum perişan Ürkek birince bakış eller sayrışan Yine her gece gündüz ruhum perişan Aşık olmuşam yine Aşık olmuşam yine Aşık olmuşam yine Aşık olmuşam yine Bir güzel güle Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Güzeller gözeli Yanağı gamzeli Bir cütan əllərdən Mənə bu səvirməli Gözəller gözəli Reklamlar dostlar Show Rəhimlidəsiniz Birazdan görüşəcəyik Müğənni Niyam Səlami Rəhim Rəhimliyə nə hədiyyə etdi? İtaliyadan şouya kim qonaq gəldi? Dəqiqələr sonra Show Rəhimlidə. Biləcəksiniz ki, Show Rəhimlinin studiyasına gözlənilmədən soyuq silahla kim daxil olub? Səbinə Babayeva Show Rəhimlidə şəxsi həyatı haqqında nə danışdı? Səbinə Babayevanı şoka salan sürpriz qonaq kim idi? Məşhur müğənni həyat yoldaşı üçün hansı mahnını ifa etdi? Səbinə Babayeva özəl həyatı haqqında gəzən hansı söz-söhbətlərə son qoydu? Dəqiqələr sonra Show Rəhimlidə məşhur müğənni Röya Show Rəhimliyə Fransadan hansı hədiyyəni göndərdi? Dəqiqələr sonra Show Rəhimlidə şounun sonunda hansı məşhur qonaq sizi şoka salacaq? Dəqiqələr sonra Show Rəhimlidə. Teşekkürler Geşa, teşekkürler. Bravo. Ad Gloria grubu. Tanıyırdın? Bundan sonra görün indi nələr gələcək. Doğrudan? Odan badamdan sonra gör nələr gəlir. Nələr gələcək? Bayaqdan bax sənin dostlarım. Əvvəl qoy səni təbrik edeyim Rəhim. Təbrik elə. Göz qabağında olub sənin əziyyətin. Yəni bütün liderin kollektivinə mən göz aydınlıq verirəm. Nəyə görə? Çünki bu əziyyətin bəhrəsini bugün gördük. Ona görə də mən səni təbrik edirəm və bütün qonaqlarımı da təbrik edirəm ki, bugün... Təşəkkürlər. Mən fikirləşdim ki, Lamiyə xan bilmirəm indi nə gətirib, hələ padarkası, hələ hədiyyəsi bilinmir. Amma uşaqlar özünə məxsus sənə hədiyyələr verdi. Mən də istəyirəm sənə özümə məxsus bir hədiyyə verim. Doğrudan? Amma o hədiyyəni evə aparmayacaqsan, yiyəcəksən. Yiyəcəm. Dir səni yiyərəm, dir səni yiyərəm. Yiyəcəksən. Studiyada sən onu yiyəcəksən. İstəyirəm, xahiş edirəm. Mənim o hədiyyəmi gətirsinlər studiyaya. Oy, 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 oy. Oy, oy, oy. Aş gəlir, bu nədir? Aşdı, xaşdı, bozbaxdı, nədir bu? Rəhim, bax. Qoy yaşa. Aha. Salfetkası da var ha, hazır qoymuşam sizin üçün. Bu nədir? Hə. Bravo! Mən bax, istəyirəm bax bunu, bizim
Yəni ekskursiya gedək və Nəyə yeməlisən. görə? Bu nədir? Ha, yox, yeməlisən. Kağızı götür. Başa düşdüm, bu nədir? Ha, ay sağ ol. Gör necə təpəlir. Canlar, badımcan dolma. Ha, sən yeməlisən bundan ye. Valla. Ləvəngi. Ləvəngidir. Ləvəngi. Ləvəngidir bu. Bəli, bəli, Ha, ləvəngi. yox, verirəm ha. Oy, 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 oy. Niyə? Sən canı bunu... Dababka yoxdur. Dababka var. Niyə? Halal olsun sənə, valla. Zabir əgər yiyibsə, bəyənibsə, bir və qonaqları istəyirəm ki, bax. Oy, 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 oy. Bu birisine bak. Niye oradan burası? Sen tutarlığını çal. Bra! Bize. Ne bize salmışsın? Təbrik edirəm Rəhim. Çok sağ ol. Niyam, teşekkür ederim. Təbriklər, çox sağ olun. İnşallah tezi duetimizde görüşene kadar dostum. Çok sağ ol. Bu arada Show Rehim'desiniz dostlar. Solmaz. Hayatım. Bak. Zabir. Məndə olan məlumata görə sən futbol azərkeşiymişsən. Bəli. Hansı komandaya balet edirsən dostum? Juventus komandasına. Hansı? Juventus'a. Juventus'a. Juventus'a, klub olarak Juventus'a, yani İtalya balet edirəm. Aha, qəşəng. Solmaz sən həm də eyni zamanda şeir yazırmışsan. Yazıram ama... Valla bilirdiniz bunu. Solmaz hətta Rusiyada Pushkin adına Ədəbiyyat Universitetini bitirib. Xəbəriniz var idi? Bilmirdiniz? Gör nələr bilirsiniz. Razvedka Vallahi. yaxşı, kəşfiyyat yaxşı işləyir deyəsən, hə? Qulaq as. Rəhim. Sən o yazdığın şeylərdə bəlkə bugün bizim üçün bir deyəsən. Bir də romantik musiqi gəlməlidir indi. Oy 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 oy. Mən müşahidə edeyim səni. Bir dəqiqə. Mən sən müşahidinim. Dur, qalx. Getdik. Aha, Rəhman da deyəsən skripka. Nə gözəl bir romans kimi. Biraz o qədər. Усталым блуждая взглядом, о ком ты сейчас мечтаешь? Я буду все время рядом, когда ты меня оставишь. Нам что-то стало стеною, чего ты уже не исправишь. Что будет завтра со мною, когда ты меня оставишь? Твой голос и не узнаешь. Теперь он все тише, тише. Когда ты меня оставишь, ты будешь гораздо ближе. Özün yazmışsan. Pushkin. Ya özüm əlbəttə ki özüm. Ay. Pushkin. Pushkin. Özün- Yazmayayım ki. Valla dalınca oxumağın gəlib. Lamiyanın da sesi var, qəşəng sesi var, bilirdiniz? Valla. Bir mahnı oxumağımız Aa. Oo. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadanım. Ömrüm şevqi məhəbbətdir, Ömür şevqi məhəbbətdir, məhəbbəti yaşadalım. Ömür şevqi məhəbbətdir, ömrün şevqi məhəbbətdir, məhəbbəti yaşadalım. Bravo! Üstümüzdən əsti külək, üstümüzdən əsti külək, şən zarafat şirin kələk. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, səadəti yaşadalım. Ömrün şevqi məhəbbətdir, ömrün şevqi məhəbbətdir, məhəbbəti yaşadalım. Ömrün şevqi məhəbbətdir, ömrün şevqi məhəbbətdir, məhəbbəti yaşadalım. Bravo! Reklamlara bağlanır dostlar. Birazdan bir yerde olacağıq. Biləcəksiniz ki, Show Rəhimlinin studiyasına gözlənilmədən soyuq silahla kim daxil olub?
Səbinə Babayeva Şou Rəhimlidə şəxsi həyatı haqqında nə danışdı? Səbinə Babayevanı şoka salan sürpriz qonaq kim idi? Məşhur müğənni həyat yoldaşı üçün hansı mahnını ifa etdi? Səbinə Babayeva özəl həyatı haqqında gəzən hansı söz-söhbətlərə son qoydu? Dəqiqələr sonra Şou Rəhimlidə məşhur müğənni Röya Şou Rəhimliyə Fransadan hansı hədiyyəni göndərdi? Dəqiqələr sonra Şou Rəhimlidə şounun sonunda hansı məşhur qonaq sizi şoka salacaq? Dəqiqələr sonra Şou Rəhimlidə. Benim de bir güzel sevgilim var. Onsuz neşenle de gemli günlerim olmasın. Mehabbet yolunda birge adımlaya. Yalnız sen bir de ben sevgimizi yaşadık. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur mene. Benim hayatımı coştur yine, coştur yine, coştur yine. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur mene. Benim hayatımı coştur yine, coştur yine, coştur yine. Yaxşı ki dünyamda var oldun əzizim. Getmə bu dünyamdan dözülməzdir həsrətin. Razıyam naz çəkin, nazında şirindir. Təki tənha qoyma bu dünyada beni. Bağlanmışam sənə, ayrılmaram da. Ayrılıq sözünü eşitməyək bir daha. Gəlmişik bir dəfə bu fani dünyaya. Səninlə yaşamaq istəyirəm daha. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur mene. Benim hayatımı coştur yine, coştur yine, coştur yine. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur mene. Benim hayatımı coştur yine, coştur yine, coştur yine. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur mene. Benim hayatımı coştur yine, coştur yine, coştur yine. Yaşamak seninle hoştur mene, hoştur mene, hoştur
mənə Mənim həyatımı coşdur yenə Coşdur yenə Coşdur yenə Ay 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 Hoş gelmişsən. Səfalar gətirmişsən. Hoş gəlib səfalar gətirmişsən. Dostum, İtalyadan gəlmişsən. Xəbəriniz var mıydı dostlar? İtalyadan gəlib. Valla. Al. Hardan gəlmişsən? Təşəkkürlər Rəhim, təbrik edirəm. Öz adımdan və qrupum adından. İnşallah uğurlu olsun. Bu arada qrupun Keçən adı veriliş neydi? kimi. Uşaqlar elə bir çoxalıblar, yox? Uşaqlar çoxala gedirlər. Mən qabağa məqsəd qoymuşam ki, 67 nəfərdən ibarət eləyəcəm qrupu. Nədən Ona görə sən biraz sahəni böyüt ki, gələn biz 11 nəfər gələndə də bizdə var. 11 nəfər apara bilərsən. 17. İndi mən sənə bir dənə də gitar hədiyyə eləyəcəm. Aha. Sən də bizim qrupa artıq üzv olacaqsan. Ona görə Doğrudan? Bəli, gəlsin gitarımız. Gitara. Olmasa İtalyadan gəlib. İtalyanski gitarı. Oy 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 oy. Geyinmə uyğun özdə. Buna Sağlıqla Rəhim, bir dənə Təşəkkürlər. geyimləri də sənə gətirəcəm sabahları. Aha. Artıq bizim qrupda. Necə deyək? Qrupa götürürsən yəni məni. Bəli. Qrupa götürürsən. Bu mənə Fikirləşdik. hədiyyədir. Sən Bəli, bu qəbul sənə etsən. hədiyyədir. Proqramdan sonra almayacaqsan geri. Yox. Vallahi. Elə şey yoxdur, valla. Bir də görsən zəng vururlar ki, sənə hədiyyə vermişdim, onu dala qaytar. Mina çox danışdın, gələ. Hə, İtalyadaydın. Elədir ki, var. Xeyrola. Bir deyək ki, dövlət konserti idi. Aha. Sayfın tədbiri idi və bütün dünyada yaşayan Azərbaycan tələbələri yığışmışdı Rim şəhərinə. Yəni qeyri-adi bir şey olmadı. Onsuz da İtalyanlar demək olar ki, eyni Azərbaycanlar kimidir. Yəni seçilmir qətiyyən. Danışıq dərzləri, yəni belə İtalyanca bir iki kəlmə. Por favore. Nə? Hər şeyin haqqında re deyirsən. Salam, gedərəm, məsələn, r-nı mütləq vacib deməlisən. Qulaq, rock janrında da albom çıxardırmışsan. İnşallah hazırlaşırıq. İnşallah yaxın zamanlarda yəni ki 3-4 aya işığınızı görər. İnşallah. Çingiz İnşallah. Mustafayev idi Təşəkkürlər, dostlar. uğurlar. Qrupu, təşəkkürlər. Çingiz, təşəkkürlər. Çingiz, təşəkkürlər. Dostlar, Zaur, sən bu qədər əməkdar xalq artistlərini, bir də bəzən televiziyaya çıxa bilməyən sənətçiləri öz proqramına qonaq çağırırsan. Necə olur sənə bu nail olursan buna? Necə ki, səni bu qədər sevirlər, sən əziyyət çəkirsən gecə-gündüz, o cür də biz də. Sadəcə olaraq işləyirik və çalışırıq ki, qonaqlarımıza daha çox hörmət eləyək, Mənə daha bax, çox sən göstərək. yatmırmışsan. O gün də Aygün xanım Kazımovanın səhər saat 8-ə kimi aeroportda gözləmirsən. Saat 5-ə işləmiş gəldi, 8-in yarısına qədər çəkiliş elədik səhərə qədər. Amma şirkətdə idim mən də, Lider kanalındaydım bir tamamda, buradan çıxanda artıq bir Mənə bax, sevgilin də var imiş sən demə. Valla sevgilin də var imiş sənin. Elə dedilər, elə dedilər. Yox, sadəcə olaraq, nəysə. Necə, nəysə? Yəni, bu şəxsi sual deyə cavab vermək istəmir. Bu arada da bir söz deyim sizə. Murad yox. Elçin. Maradona, Murad deyəcəkdi, Maradona. Siz bilirsiniz, Muradın əsl adı pasportda nə gedirmiş? Maradona. Valla, babası qoyulmuş bu adı ona. Dəyişdirib, sonradan dəyişdirdiniz mi? 16 yaşım olanda şəxsiyyət vəsiqəsi aldığım zaman Murad elədim öz adıma, öz istəyimlə. Doğrudan? Bəli. Bu Murad da bu yaxınlarda evləndi uşaqlar. Xoşbaxt olsun, bir alqışlayaq dostumuzu. Sağ olun. Oğullu qızlı sahib olsun, öz həmkarımızla evləndi. Xoşbaxt olasan dostum. Təşəkkür edirəm. Xoşbaxt olasan. Bizim Solmaz da eyni zamanda bizim gözəl aktyorumuz Şamil müəllimin qızıymış. Şamil Süleymanovun. Özü də klipə, sən özün də filmə çəkilmişsən deyəsən. 2 dəfə. 2 dəfə. Özü də eşitdiyimə görə də açıq səhnələr də olub filmdə. Olmuyor, kim sizə belə sözlər deyim, ay Allah. İnan mənə olub dedilər. Evim yıxıldı mənim. İnan mənə ki olub. Olmuyub. Göstərdilər, gördüm. Olmuyub. Yaxşıdır bu barədə məlumat verdiniz. Çox sağ olsun, olmaz. Bunu istəyirdin? Mənə bax, uşaqlar. Bir dəqiqə, əldən getdi, hə? Uşaqlar, 3 diplomu var. 3-ü də iqtisadiyyat üzrə. Mühasibatçılıq, beynəlxalq biznes və maliyyə krediti. Bu Solmaz aid deyil, Rəqsana xanıma aid. Bu Rəqsana xanıma Diplomlar aid. deyən kimi artıq bildim ki, mənə suallar verirsən. Valla, bəs necə oldu televiziyada çalışmağa başladın dostum? Bəxt belə gətirdi. Dedilər sənə iqtisadiyyatçı çıxmaz, get efirə çıx.
Mənə bax, sən boksçu da və karateçi də ola bilirmişsən. Çünki sən bunlarla məşğul olmuşsan. Olmuşam. Valla burnun da sınıb sən demə. Sınıb. Valla indi sınıq burunlar. Eybimi bildirməyin efirdə. Bunu əvvəldən deyərdiniz də arada rəqsanə ilə zarafat falan eləyəndə. Sənə bir dənə qoyaq ki. Yəni indidən artıq işini bildirsən. Bəli, işimi bildim artıq. Mənə bax, heç kəs bilməz ki, bu cür gözəl qəşəng qız boksa gedib, karateye gedib. Sən indi sınıq burunla gezirsən. Yox, artıq məndə çəpər əyiliyi var idi. Artıq burnumu düzəltmişim. Öz medalın olmasın ha sənin. Valla, öz medalın olmasın sənin. Bu arada yəni halal olsun sənə. Təşəkkür. Valla, halal olsun. Bizim Novruzun da ən böyük arzusu dostlar, Amerikaya getmək imiş. Ən böyük yox, sadəcə səyahətə getdiyim ölkələrin arasında, yəni getmək istədiyim ən böyük arzum olan Amerikadır. 3 dəfə vizadan kəsilmişəm. Buradan demək istəyirəm ki, mən gələndə bir dəfə də olsun Amerika səfirliyinə buraxsınlar. Yəni Amerikanlara müraciət edirsən yəni. Qırmızı xalça sərəşələsən. Bəli, Amerika səfirliyinin konsulluğuna buradan müraciət edirəm. Yox, buraxmayın. Mən də onu söyləmək istəyirəm. Bəli, mən hələ lazımam. Zar, valla düz eləyib buraxmırlar bunları. Düz eləyib buraxmırlar. Elçin, səndə nə xəbərlər var? Elçindən danışaq. Məndə elə köhnə hamam, köhnə... Doğrudan? Köhnə hamam, köhnə tas. Mənə bax, gəl sənin tasını dəyişdirək də biz. Bravo! Klas. Elçinin də qəşəng səsi var imiş, dostlar. Valla, gəl bura. Elçinin də qəşəng səsi var. Amma sən məmcəm Ad Gloria, o rock barabanlarından... 8-6 ritmində onlardan istifadə eləmə. Rəhman, qaldırın. Uşaqlar, bugün üzülü sayacaqsınız. Bu birinci proqramımızdır. Orada burada da otura bilərsiniz. Tamaşaçıların arasında da. Gəl bura, nə oxumaq istəyirsən sən? Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin, aramızda söz olmasın, aramızda söz olmasın. Mən qəribə biriyəm bu qəribə həyatda. Saxla sən bunu yadda. Mən sizlərdən deyiləm. Allahınızsa Allahım, mən sizlərdən fərqliyəm. Mən sizlərdən fərqliyəm. Mən işıq sürəti ilə, min illərlə ötüşən, min ayətlə görüşən, üzünü görmək üçün, başına dönmək üçün uzun-uzun yol gələn, göyün sinəsin dələn, 7 qatın deşənəm, zəmbil ilə düşənəm bu dünyaya sənin üçün. Ey yaranan mənim üçün, fəqət mənim olmayan, mən qəribə biriyəm. Nə qədər ki diriyəm, mən belə də olacam. Mən belə də qalacam. Mən belə də saralıb, mən belə də solacam. Mən dəyişən deyiləm. Mən əyişən deyiləm, xəyalımdan yad elə, nə olar məni yad elə. Sən də məni ara, gəz, sən də çıx axtarışa, sən də məni soraqla, necə ki mən gəzirəm səni yalın ayaqla. Necə ki mən dəliyəm, sən də elə dəli ol, elə ol ki mənim ol. Təşəkkürlər. Bravo. Halal olsun. Çok qəşəng şeir dedin. Bu arada bizim Lamiye'nin de hediyesi varmış. Gel bura göreyim. Gel bura göreyim. Senin hediyen neymiş mənə? Senin hediyen neymiş? Ondan danış sen mənə. Hə, deməli, Aha. hədiyyə mən özümə. Bayaqdan deyir hədiyyə. Burun gəlir, burun yiyəsi gəlib çıxmır. Sən məmcəm, doğrudan hediyen buydu. Hədiyyəm, bütün bu proqramı bu gün sənin üçün mən hazırlamışam. Doğrudan? Bax, xoşun, yəqin ki tamaşaçılar bəyəndi, elə deyilmi? Necə idi? Şou necə idi? Əla, mahnılar da mən yazmışam, hamısını mən Ben doğrudan inanmağa başladım, valla. Ben doğrudan inanmağa başladım. Rəhim, səni ürəkdən təbrik edirəm. Təşəkkür edirəm, çox sağ ol. Sənə uğurlar arzulayıram. Təşəkkür Nə edirəm. yaxşı ki varsan, nə Mən gözəl orada- ki varsan. mən orada tort görürəm, tort. Gəlsin Vallahi. mənim hədiyyəm. Şirin şəkər
yazsın. Bir dəqiqə. Bunu Rəhim demək ki, evə Teşekkürler kızlar, aparacaqsan. teşekkürler. Rəhim demək ki, bunu evə aparacaqsan. Bunu səhərəcən özüm Bunu pişirmişəm. ben tamaşa fanatlarımla birlikte yiyebilirim. Oo. Valla. Amma burada kəsiləcək. Stüdyodan çıxırıq. Gedirik bunu kesirik. Çünkü indi onsuz da kesebilmeliyiz. Çünkü bıçağımız yoktur. Özüm pişirmişəm. Səhərə qədər. Aha. Valla onu da kesemiyorum. Tatlıdır. Oh. Kim idi? Bəli. Bravo. Elə bilirsiniz ki, şounu mənsiz başlayacaqsınız. Zarejo. Bizi yok tortu. Nay bakalım Allah versin ya. Ha dostlar. Emektar artist biz. Dostlar inanın mənə ki biz bu anonsu çəkəndə xoş gəlmişsiniz. Valla sürprizdən xəbərim yox idi. İnanın mənə ki dostlar bundan xəbərim yox idi. Bu da yəqin ki yenə sənin incə yadındır. Mənim ideyim dedim axı. Bütün şounu mən Valla hazırlamışam. amma qəşəng sürpriz idi. Dostlar indi Nayba xanımı gördüm. Həmin çəkiliş günü yadıma düşdü. Biz ümumiyyətlə bu anonsu çəkəndə, Şov Rəhimlinin anonsunu çəkəndə eşitirsən Novruz, Murad, Madonna deyəcəkdim. Maradona. Yəni Anar Hüseynov qayıtdı dedi ki, Rəhim oynayacaq olacaqsa bu rolikdə aktrisa o yalnız bir nəfərdir. Mən dedim kimdir? Qayıtdı dedi ki, Nayba xanım Allah versin. Ondan başqa heç kəs bu rolü qəşəng oynaya bilməz, haqqını verə bilməz. Ona görə təşəkkür edirəm Nayba xanım sizə. Belə olmalıdır. Çünki başqa cürdə ola bilməz. Ola bilməz. Ola bilməz. Kanişə olsaydı Zarejo. Zarejo. Təşəkkür edirəm Çox gəldiyinizə sağ olun. görə. Mən də sizi təbrik edirəm. Təşəkkür İnanın edirəm. mənə ki, Rəhim bəy, bu reklam gedəndən sonra, anonslar gedəndən sonra efirə çox insanlar mənə deyirdi ki, doğrudan da nəsə möhtəşəm bir şoya bənzəyir. Mən də dedim ki, harada ki Rəhimli var, orada mükəmməllik var, orada möhtəşəmlik var. Çox sağ olun Nayba xanım, təşəkkür ederim. Gəlin bərabər kesək bunu. Dostlar yaxınlaşın mənim yanıma. Bəli, mən birinci yaxınlaşa bilərəm Rəhim. Yaxınlaşın mənim yanıma. Rəhim! Təşəkkürlər. Rəhim! Köməyə ehtiyacım var da. Əlbəttə ki. Təşəkkürlər dostlar. Qəşəng dostlar. Qəşəng. Hadi teşekkürler dostlar. Aşağıda yersiniz. Sizler aşağıda yersiniz dostlar. Hepinize teşekkür ederim. Ben siz... Yok, onu bileceğim. Aha. Bəyin özü deyil yesə, onda çox gözü. Onda ne olur? Ucuzluq olur. Onda ucuzluq olur. Alkışlar gəlsin. Uğurlu olsun. Bolluca reklam arzuluyorum. Her biriniz geldiğinize göre teşekkür ederim dostlar. Ama her birinize, Nayba Hanım size özellikle Sağ olun. kanalımızın simalarıydılar dostlar. Kanalımızın sevilip seçilen simalarıydılar. Biz birazdan görüşeceğiz. Birazdan. Səbinə Babayeva Şov Rəhimlidə şəxsi həyatı haqqında nə danışdı? Səbinə Babayevanı şoka salan sürpriz qonaq kim idi? Məşhur müğənni həyat yoldaşı üçün hansı mahnını ifa etdi? Səbinə Babayeva özəl həyatı haqqında gəzən hansı söz-söhbətlərə son qoydu? Dəqiqələr sonra Şov Rəhimlidə məşhur müğənni Röya Şov Rəhimliyə Fransadan hansı hədiyyəni göndərdi? Dəqiqələr sonra Şov Rəhimlidə şounun sonunda hansı məşhur qonaq sizi şoka salacaq? Dəqiqələr sonra Şov Rəhimlidə. Şov Rəhimlinin qonağı Azərbaycanın ən güclü səslərindən biri Səbinə Babayeva dostlar. And the memory of the past
so fast. I see the picture on your postcard. This is where I wanna be. I need to find my way again, boy. Like a river to the sea, where oceans away, oceans away. But you're still in my heart, where oceans away, oceans away. Nothing can keep us apart. Seems like it has been forever since I held your hand in mine. You know we've got to be together. Take one heartbeat at a time. Things not always perfect, and I let you down before. I can make it worth it, 'cause I'm setting to your shore, where oceans away, oceans away. But you're still in my heart, where oceans away, oceans away. But you're still in my heart, where oceans away, oceans away. But you're still in my heart, where oceans away, oceans away. Nothing can keep us apart. I just can't live without your love. Been too long on my own. You've always been the one I'm thinking of. I can't go on. I can't go on. We're oceans away, oceans away. But you're still in my heart. We're oceans away, oceans away. Nothing can keep us apart. Salamlayıram hər birinizi. Aleykümselam Səbinə Salam, xanım. Hoş səni də- gəlmişsiniz. Çox sağ ol Rəhim. Necəsiniz? Mən Stüdiyamıza əyləşin. Necəsiniz? çox sağ ol. Mən səni təbrik eləyirəm. Nə münasibətlə? Verilişin açılışı ilə. Yeni münasibətlə. Təşəkkürlər. Bəh, bəh, bəh. Bəli. Nə gözəl, nə gözəl. Mən də təşəkkür edirəm sənə ki, dəvətimi qəbul elədin və Bəli, gəldin. mən birinci dəfəyəm də sən verilişdə. Valla. Amma Axırıncı olmasın. Yo, olmayacaq. Axırıncı olacaq inşallah. Axırıncı. Bundan əvvəlki proqramlarda olmamışdınız. Xeyr. Heç vaxt. Valla, ay, necə də olub olmamışsınız, ha? Bu yeni mahnıdır. Bu yeni mahnıdır. Bəli, Bəstəkar bu müğənni Emin yaxınlarda- Ağalarov. Bəli, Emindir. Necə oldu, qismət oldu mahnı sizə? Necə oldu, yarandı bu mahnı? Necə oldu? Yəni bildiyiniz kimi Emin Eurovision'dan sonra Eurovision After Party hər il eləyir və bütün bizim yəni tanınmış müğənniləri, Eurovision təmsilçilərimizi hər il Moskvaya, Zafirano klubuna dəvət eləyirlər və Valla bizi dəvət eləməyib, ona görə biz bilmirik orada nələr baş sən Eurovision'da olandan sonra sizi də dəvət eləyəcəklər. İnşallah, sağ olsun. Aha. Bəli, bax belə yəni tanışlığımız baş tutdu və belə bir gözəl hədiyyə ediblər, çox sağ olsunlar.
Bu yaxınlarda martın 27-si bu Səbinə xanım, mahnının aranjmanını da hədiyyə etdi. aranjmanın Bakıda eləmişik. Emin Kərimi eləyib mahnının aranjmanı. 2 versiyadadır. Bunun remix versiyası da var imiş. Remix versiyası da var. İmkan olsa burada da remixi oxuyarıq. İnşallah, sağlıq olsun. Bu mahnıya klip çəkdirməyi düşünürsünüzmü? Düşünürük. Düşünürsünüz. Əlbəttə düşünürük. Amma Bizim necə rejissorlar- harda olacaq, kim çəkəcək hələ ki bilmirik. Hələ ki bilmirsiniz. Bilmirsiniz bunu. Yaxşı, bu yaxınlarda da konsert də verdiniz. Bəli, Jazz Center'da konsertim oldu. Aha. 2 əsas konsert vermişsiniz eşitdiyimə görə, yox? Birincisi 2-3 neymiş? olub. Ha, 3 konsert oldu. Və eşitdiyimə görə də muğam dərsləri də alırsan. Səbinə xanım. Bəli, demək olar ki. Hələ Necə oldu muğam dərslərinə meyil? Necə olub? Aha, muğam. Yəni maraqlıdır mənə. Çox istərdim bilim, ona görə də dərsləri alıram. Yoxsa ola bilsin ki, Avrovision mahnısından sonra alim müəllimlə olan birgə layihənizdən sonra ola bilsin istəki alındı ki, məsələn. Xeyr, mən Ayparaya gələndə, Vagif müəllim Gerayzədinin qrupuna Bu arada gələndə... Aypara dağıldı Səbinə, yoxsa yox? Xeyr, dağılmadı. Dağılmayıb Aypara. Sadəcə solistlər dəyişilir, elə olur. Kimdir indi solistləri? İndi solistlər var, 4-5 nəfər var solistlər. Solistləri Mən də var. onların sıralardayım. Aha, eyni zamanda indi solistsən, eyni zamanda. Bəli. Ayparadan ayrılmamışsınız. Ayparan, xeyr. Ayparadan ayrılmamışsınız. Xeyr, Görüşürsünüzmü Vagif Gerayzədə Bəli, ilə? işləyirik bir yerdə. Vagif müəllim çox sağ olsun. Nə gözəl, nə gözəl. Və ikinci mahnınız da həyat yoldaşınıza həsr olunub. Bəli, ümumiyyətcə bütün sevgililərə və sevənlərə. Deyirəm ki, bəlkə Fərid Məmmədovun ifasını dinləyək. Dinləyək. Should have seen it coming when I saw you. Should have had the sense to stop and walk away. It was gonna turn out complicated. We've hit our load, I'm about to explode. If love was a mountain, I'd climb up to the highest of them all. I'd swim across the ocean if you'd come. I'm lost in your smile, free falling for miles. Hold me, just hold me. I'll share my soul. Münasibətiniz, fikriniz. Əla. Valla, mahnını bəyəndinizmi? Fəridin səsi çox xoşuma gəlir. Fəridin çox gözəl səsi və tembri var. Razısınız mən? Valla, çox razıyam. Sən demə, Aybəniz xanımın tələbəsiymiş. Bilməmişəm. Ha, bilmirdiniz siz də bunu. Valla, mən də bu yaxınlarda bildim. Amma uşaqlığından isə xatırladıram. Aybəniz xanımın bir qrupu var idi. Orada Bülbüllər, Bülbüllər qrupu. Bülbüllər qrupunda orada sən demə solist olub. Amma bu yaxınlarda mən gördüm, maşallah, halal olsun yəni. Halal olsun. Valla, biz bu proqramı hazırlayanda bizim qulağımıza gəlib çatdı ki, Səbinə xanımın mahnısını ifa edən bir balaca bir qız var və möhtəşəm ifa edir. Doğrudan. Valla, çox Nə möhtəşəm maraqlı. ifa edir o mahnını. Mən istəyərdim ki, həmin mahnı səslənsin və siz həmin qızı bir dinləyəsiniz. Burada, elə mi? You are my best friend. You are my everything. So leave me now. You are the best to me. The reasons I believe. So leave me now. And try to keep us alive, but you're cold, cold, cold. Now air is a claim that my heart gives it air, and try to keep us alive, but you're cold, 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 cold. When the music dies, it is black or white. Bəli, 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 gəl. No one said no sign.
keep us alive. But you're cold, cold, cold. The air is the same as if it is us. And I try to keep us alive. But you're cold, cold, cold. When the music dies, it gathers so so cold. Not air is the same as if it is, and I try and keep us alive, but you're cold, cold. Wanna rip my heart every day. What happened when I try to keep us alive, but you're cold, 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 cold. When the music dies. Çok sağ ol. Çok sağ ol. Əla oxumusan. Təbrik edirəm səni. Adın nədir? Rəna. Heç mən gözləməmişəm ki, Rəna? məndən başqa kimsə bu mahnını elə gözəl şəkildə oxuya bilər. Çox sağ ol. Mən sənə çox minnətdaram ki, gəldin. Rəna gel. Gel bura. 12 yaşı var, 7. sınıfta oxuyur elə değil mi? 7. sınıf şagirdidir. Harada oxuyursan? 200 sayılı orta məktəbdə. 200 sayılı orta məktəbdə. Arzusu da var imiş. Rəssam olmaq, stilist olmaq və eyni zamanda bəstəkar olmaq istəyirmiş. Aha. Bəli. Və eyni zamanda məşhur müğənni, Səbinə Babayeva kimi məşhur müğənni olmaq istəmişəm. Bəli. Elə deyil mi? Bəli. Sənə musiqi təhsilin yoxdur, elə deyil mi? Yox da mı olacaq? Ay, İnşallah olacaq. Öyleyse biz Səbin Rənanı yola salırıq. Səbinə xanım da səni bəyəndi. Təşəkkür edirəm gəldiyi və gələ. Rəna, təşəkkür edirəm. Təşəkkür edirəm. Nə gözəl sürpriz fikirləşmisiniz. Bəli, 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 bəli. Mənim üçün çox maraqlıdır. Həyat yoldaşınıza həsr etdiyiniz mahnını ifa etmək mənim üçün çox maraqlıdır. Böyük məmnuniyyətlə dinləmək istəyərdim yəni. Böyük məmnuniyyətlə də bu mahnını mən sizin verilişinizdə oxuyaram. İndi oxuyacaqsınız. Olarsa. Nə gözəl. Olarsa. Olarsa. Öyleyse buyurun Səbinə Babayevadan mahnı gəlir dostlar. İçine yer bakmasan özümden küsüp giderim uzaklara. Eşk ağlamın tadını bilsen, inan ki kölge kim izlersen beni. Eşk oduna alışıp yansam da mən yenə severəm. Eşk odunda kül olub mən sovrulsam, mən yenə severəm. Eşk alovunda yanan bülbül olsam, mən yenə söylərəm. Sevirəm sevgilim səni mən, səni hər an severəm. Sevirəm sevgilim səni mən, səni hər an severəm. Gözlerim gizlettiğini danışır. Sevgim sen
yenə sevərəm. Eşq odunda kül olub mən sovrulsam, mən yenə sevərəm. Eşq alovunda yanan bülbül olsam, mən yenə söylərəm. Sevirəm sevgilim səni mən, səni hər an sevərəm. Eşq oduna alışıb yansam da mən yenə sevərəm. Eşq odunda kül olub mən sovrulsam, mən yenə sevərəm. Eşq alovunda yanan bülbül olsam, mən yenə söylərəm. Sevirəm sevgilim səni mən, səni hər an sevərəm. Sevirəm sevgilim səni mən, səni hər an sevərəm. Sevirəm sevgilim səni mən, səni hər an sevərəm. Çok güzel mahnıydı Səbinə xanım. Doğrudan. Doğrudan da sen inandım ki gerçek sevgidir aranızda. Reklamlara bağlanırıq dostlar. Bizden ayrılmayın. Məşhur müğənni Röya Şou Rəhimliyə Fransadan hansı hədiyyəni göndərdi? Dəqiqələr sonra Şou Rəhimlidə. Şounun sonunda hansı məşhur qonaq sizi şoka salacaq? Dəqiqələr sonra Şou Rəhimlidə. Sara Gerşa, Nigar teşekkürler. Krasavitsalar. Et Gloria, Nara teşekkürler. Səbinə xanım mı? Siz ne bak hediye almışsınız sonuncu defa? Və yaxud da vermişsiniz. Bu yaxınlarda. Ne hediyesiymiş bilmək olar? Yox, bu sekret. Sirdir. Sekret, sirdir demeyeceksiniz. Siz mi verdiniz yoksa size verdiler? Mənəm. Size verdiler hediye. Bəli. Ne güzel, ne güzel. Səbinə xanım, bir iki sualım da var. Amma mənə dedilər ki dostlar, mənim üçün hediye gəlib. Və hediye buradan gəlməyib. Hediye Fransa'dan gəlib. Wow, Fransa'dan gəlib. Bəli, bəli. Amma mən bilmirəm dəqiq hediye nə hediyesidir. Dəqiq hediye nə hediyesidir onu bilmirəm. Biləcəm. Amma bir iki sualım var. Səbinə xanım, Azərbaycan bəstəkarlarından kimlərlə çalışmaq sizə zövq, ləzzət edir? Vagif Gerayzadə ilə. Başqa? Mən
bilmirəm, bilirsiniz ya yox, artıq 7-8 ildir ki, Ayparadayım. Aha. Və necə deyərlər, Vaqif müəllimin yanındayım. Və ona görə də, yəni, bəstəkar kimi Vaqif müəllimi tanıyıram və onun musiqisindən böyük zövq də alıram. Onun mahnıları ifa eləyəndə, bilmirəm, uçuram da göylərdə. Doğrudan. Bir sözlə, bəli. Onun musiqisini mən bilməsəydim, mən bilməzdim ki, ümumiyyətcə, musiqi və Azərbaycan musiqisi o dərəcədə dərin ola bilər. Bir mənada Vaqif müəllim mənim üçün bir açılış etdi. Ona görə də mən onunla işləmək istərdim və onun musiqisindən zövq də alıram. Başa düşdüm. Təkrar Avroviziyaya getmək istəyərdin mi Səbinə? Hələ ki bilmirəm. Hələ ki bilmirəm. Məsləhət görürsən. Məsləhət görüm, niyə də yox? Niyə də şübhəsiz yox? Niyə də yox, amma hələ ki belə planlar, fikirlər dəqiq yoxdur. Röya kimi mahnısı sizə çox uğur gətirdi. Röya kimi. Bu mahnını təkrar oxumaq istəyərdin mi? Yeni bir aranjmanda, yeni bir ifada. Hə, olardı, niyə yox? Niyə də yox? Deyil mi? Röya kimi dedim, dostlar, sən demə hədiyyə. Bu yaxınlarda bilirsiniz, bu yaxınlarda deyəndə bir neçə gündür ki, Röya xanım Fransadadır. Və mənim bu proqramın açılışı ilə əlaqədar mənə dedilər ki, sənin üçün hədiyyə göndərib Rəhim studiyaya. Mən indi hədiyyəni görmək istəyərdim. Hədiyyə gəlir Röya xanımdan, Fransadan. Hədiyyə gəlir dostlar. Oy, 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 oy. Hədiyyəyə bax. Hədiyyəyə bax, hədiyyəyə bax. Bu nə hədiyyədir belə görəsən dostlar? Bu nə hədiyyədir belə? Mənə baxın. Uşaqlar, nə ola bilər burada? Nigar? Bilmirəm. Nə? Röyanın özü? Yox, vallahi yox, Fransadadır. Özü dünən danışmışam, Fransadadır. Geçən nə hədiyyə ola bilər? Demək istəmirəm. Bilmirsiniz. Oy, oh! Ah! Oy, 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 oy!
Teşekkürler Aydan, teşekkürler. Teşekkürler Aydan idi dostlar, Aydan. Çok güzel hediyeydi. Buradan Fransa'ya dostuma salamlar gönderdim ve teşekkür etmek istedim. Vallahi çok güzel hediyeydi. Heyvanlara münasibətiniz necədir Səbidə xanım? Gözəldir, hələ mənim gözüm ilanda qalmışdı. qalıb. Bəli, mənə elə gəlir ki, çox qorxub, ona görə xanımın saçında hardasa gizlədirdi. Yazığım gəldi ilana. Saklanmışsınız yoksa bak, it, pişik məsələn olur da. Bizim bir çox sənətçilərimiz vardır ki, saxlayırlar evdə it, pişik, quş. Həyət evi olsa olar. Necə? Həyət evində olar. Hə, həyət evində olar. Bəli. Həyət evində olar. Hələ ki həyət evi qismət olmayıb sizə, yox? Hələ ki yox, amma çox istəyirəm. Çox istəyirsiniz həyət evi. Hovuzu olsun. Hovuzu olmasa da samavar çayı olsun. Yaşıllıq, o da gözəldir. Mürəbbəsi olsun. Nə gözəl, nə gözəl. Mən sizə təşəkkür edirəm. Bu mənim proqramımın açılışıydı. Və bu açılışda sizi gördüm. Çox sevindim, açıq deyim. Çünki bugüne kimi bir çox sənətçilərlə mənim proqramda qonaq olublar mənim proqramımda və təmasda olmuşam hər biri ilə. Sənətçi olaraq da mənim mahnılarımı ifa ediblər. Amma sizinlə nə çalışmaq, nə də ki bir proqramda qarşı-qarşıya gəlməmiş heç vaxt. Bugün qismət oldu. Təşəkkür edirəm gəldiyinə görə Səbilə xanım. Təşəkkür edirəm. Və təbii ki biz remiksiz dinləyəcəyik, elə deyilmi? Remix gəlir dostlar. Musiqisi Emin Ağalarov. Dostlar. Və ilk dəfə remix Show Rəhimlidə. Show Rəhimlidəsiz dostlar.
Səbinə xanım. Təşəkkürlər. Təşəkkür edirəm. Hər zaman gözəl sözdünüz. Hər zaman sevilib, seviləsiz. Çox sağ ol. Çox sağ ol, Mən minnətdarım. təşəkkür edirəm gəldiyinizə görə. Təşəkkür Səbinə edirəm. Babayeva idi Şou Rəhimlidə dostlar. Təşəkkürlər. Bizim dostlarımızdan birinin bugün ad günüdür. Elə deyilmi? Elə deyilmi? Ad günüdür bugün dostumuzun. Ad günüdür. Təbrik edirəm səni dostum. Və bu tort bizimdir, elə deyilmi? Hə, bu bizim tortumuzdur. Eləysə birazdan onu biz yiyəcəyik. Bax belə, Şou Rəhimlidə idiniz dostlar, Lider kanalında. Hər kəs getdi, qonaqlar getdi, Ad Gloria qaldı və mən qaldım. Deyirəm, bəlkə bir mahnı ilə sizlə sağollaşım? Ha? Yox, sağollaşmayım. Amma əfsuslar olsun ki, sağollaşmaq məcburiyyətindəyim dostlar. Və bu arada Kessa konseptə təşəkkür etmək istəyirəm. Əhməd Rəcəbli küçəsi 25 dostlar. Bu gözəl mebel dəsti məhz onlardan bizə gəldi. Hədiyyə gəldi onlardan bizə dostlar. Bu gözəl piyanaya görə Melodiyaya təşəkkür eləmək istəyirəm dostlar. Melodiya. Azadlıq prospekti 95. Bax belə. Sağollaşmaq vaxtı gəlib çatdı. Bir mahnı ilə sizinlə sağollaşıram. Ən gözəl mahnılarımdan, yaradıcılığımda ən çox sevdiyim mahnılardan birində ifa etmək istəyirəm sizin üçün. Zəhər adlanır mahnı. Canlı canlı. Geceler gözüme yuxu geldi. Senin hayalını ben izleyirəm. Ürək sensizliğe tab getirmeyir. Tanrı'dan sevgini ben dileyirəm. Geceler gözüme yuxu gelmeyir. Senin hayalını ben izleyirəm. Ürək sensizliğe tab getirmeyir. Tanrı'dan sevgini ben dileyirəm. Məhəbbət həyatı eder mi hədər? Bəs nə üçün mənə işgəncə verirsən? Gülüm bu qədər yatağımda səni əvəz edər. Kədərə son qoyacaq bir damcı zəhər. Məhəbbət həyatı eder mi hədər? Bəs nə üçün mənə işgəncə verirsən? Gülüm bu qədər yatağında səni əvəz edər. Kədərə son qoyacaq bir damcı zəhər. Bax belə dostlar, açılışımız idi bugün. Gələn həftə cümə günü proqramımızın qonağı saat 22:00-da cənab Qızıl Şləger, Faik Ağa.